Ben yeni ot biçən haqqında məlumat vermək istəyirdim. Görürsünüz. Ot hardasa motoblokda hündür 1 metreden yuxarı ot var. Deməli, problem burada nədir? Deməli, otlar böyük olduğuna görə bunların boğazı az olduğuna görə otu hələ bir ki burada otçu böyük olduğuna görə buradan götürüb aradan keçirdib dala ata bilmir. Çünki otlar böyükdür. Amma yarım metr ot olsa problem yoxdur. O hələ bir ki doğrayıb atacaq. Bu tərəf az idi ot, yassı ot vardı burada. Onlar rahatlığına götür. Amma qaydanda onu götürüb hələ bir ata bilmir də dala. Bez ot yaş otdur, səhərdə yağış yağıb. Bunların mən sonra gördüm internetdə ki, boğazı hündür olanlar var. Varızı belə. O rahat otu götürüb buradan keçirdi bilir arxadan. Amma bu otlar böyük olduğuna görə götürə bilmir. Belə yəni kim almaq istəyir bundan, yəni fikir versin də bu hissəsinə ki, uzun olsun bu. Uzun olsa, hardasa bir bu qədər uzun olsa, yəni rahatlıqla bu otları götürə biləcək. Amma belə də götürür. Prosta aradan keçirdə bilmir. Yəni bu qədər. Hələlik indi yenə məlumat verəcəm. Belə doğramağa doğrayır, yaxşıdır. Bir də bıçaqları da dəyişmişəm. Kombayn bıçaqları qoymuşam bura. Özünkülər zəifdir. Bunlar yaxşıdır, itidir. Bir də çaxlarını dəyişmişəm. Balaca çaxlar qoydum ona. Özünkülər hündür idi. Bərk gedirdi də boyuna. Normal gedir, yəni istədiyin sürətlə. Bir də arxa skoros da gedir. Yəni rulu arxaya fırlatmışam. Ancaq arxa skorosdan gedir. 1-2 yoxdur. Yəni arxa skorosdan gedir. Belə pis deyil. Doğramağı yaxşı doğrayır. Hələlik bu qədər. Yenə məlumat verəcəm də. İndi görək, yolunu götürərəm də yəqin ki mənimdə. Deməli, buranı qutardım, buradır. Tam hələ bir girməyəndə ota da hələ bir yarımçılıq da hələ bir bıçağın biri götürsün, biri götürməsin. Belə girəndə yaxşıdır. Amma tam girəndə ağır olur. Götürə bilmir. Sönür motoblok. Sonra çox böyükdür. Otlar çox böyüklər. Buna görə. Yoxsa belə əhladır. Yüngül otcan əhladır. Bir də boltlar, qaykalar tez-tez boşalır. Bilməm, drajeni çoxdur ona görə. Tez-tez boşalır bolt, qaykalar. 2 dəfə çıxmışam. Yəni belə. Burada da nəsə belə şey var, boşalıbdır, bilməm. Gələn səhər baxarım. Vibrasiya verir. Yəni böyük işçində görə bu çox. Yarım metrlik olsun ot, yüngül otlar üçün yaxşıdır. Amma belə ot üçün nəsə mən bilən iş görməz. İndi hələ sabah dedi, işləyim ki, hava qaralır. Sabah da işləyim. Görüm nə göstərir, necədir vəziyyət. Amma çox güclü bir şey deyil də. 530 manata almışam, yəni değməz. Məcburiyyətdən alındı. Bu otu da bura traktor girmir. Az yer, yəni az yer, opşi yerin pulunu istəyir də. Ona görə deyirəm özüm əliyim. Özüm əliyirəm, belə olur. Sabah da baxacağım, görüm necə işləyir. Dəqiq bilinəcək də, sabah ki, səhər tezdən duraram, məşğul olaram. Bu belə 10 dəqiqə bura tutardım.
10 dəqiqəlik iş var. Yəni bir günə bu hektar yarımı qurtarmaq olar. Deməli 20 dəqiqəyə 2 dənə babelə rəd eləmişəm. Bu hər rəddə 100 metr uzunu. 2 dənə belə rəd 20 dəqiqə. Sadəcə çox qızır. Motoblokda problem yoxdur. Amma bu çox qızır. Yəni bura əl vurulası da qədər. Yəni dəhşət qızır. Yəni güclə çox bura düşür. Ona görə. Bunlar elə qızmır. Bunlar soyuqdular. Bir dənə qızan bu hissəsidir. Bəlkə də qızır, burada yağ tökülür aşağı. Burada taut yağı koymuşam. Ola bilər süzülür, gedir aşağı. Amma belə demək olar ki, bir problem yaşamıram burada. Düzdür, bunlar yenə boşalır, burada şuruplar. Amma belə bunlarda bir problem yoxdur. Ən çox boşalan bunlar idi. Bunlarda bir problem yoxdur. Bir də ki, onu təkmilləşdirdik də bu boltları zaten yenidən deşdik buraları hamısını üzdən qoydu da. Özünkülər çox zay bir şeydi, plastilin kimiydi. Sonra bir də ki, bunu işlədəndə də geri gəlib böyük abrotda işlədəcəm bunu. Balaca abrotda həm ot qalın olanda sönür, həm də bu vibrasiya çox verir də, sirkələnmə olur. Bütün nə var boşalır hamısı. Amma motoblokda bir problem yoxdur. Motoblok maşallah işləyir. Deməli bu qədər. 20 dəqiqə işlədib, 20 dəqiqədə fasilə verirəm də ona. İnşallah o içinin yağlar hamısı dəyişəcəm. Bahalı yağlar deyirlər mənə. 25 manatadır kilosu. Allah hamısının içini dolduracağım o yağla. Deməli bu qədər hələ ki işləyirik də. Belə qalıb. Yarısını keçmişəm. Yarısından azı qalıbdır.